Anar müəllimə səmimi ehtiramlarla. Sən vətən oğlusan. İlləri sevginin tarixi bilib, ömür yaşayırsan tarixlər üçün. Dönməz inamına ömür deyəcək, sevgi işığında dünya büsbütün. Xalqa məhəbbətin nur haləsi imiş, bu nur dövlətçilik əskəri oldu. Dövlətə xidmətin, xalqa xidmətin, vətənə sədaqət əsəri oldu. Sevgin əqidənin təntənəsidir, belə xidmət üçün gəldin cahana. Ömrün bir sədaqət xəritəsidir, anar, oğul oldun Azərbaycana. Gülağa Tənha. Hörmətli Anar müəllim, Şuşa fatehləri dağları dırnaqları ilə parçalayaraq Şuşa qalasını fəth ediblər. Siz isə qəhrəman, fədakar oğullarımızla dağlarda olmasanız da, onlarla yanaşı cəsurluq göstərərək Cənab Ali Baş Komandanımıza sədaqətlə xidmət etmisiniz. Qarabağımızın qorunmasında ömrünüzü şam kimi əritmisiniz. Gecə-gündüz vətənpərvər ruhlu ziyalı kimi dövlət naminə çalışmısınız. Siz Ali Baş Komandanımıza xidmət edən milli qəhrəmansınız. Sizin yaşadığınız streslərə, həyəcanlara daş da dözməzdi. Amma siz mətin, sarsılmaz zabit kimi qalib gəlib, zəfərlər çalmısınız. Ad gününüz mübarək.